İstər günüz və istər gecə fərqi yoxdur. Nə zaman səcdə ayəsinə çatdınsa, səcdə edirsən. Və səcdə necə edilir? Əgər namazda səcdə ayəsini oxuyursansa, təkbir gətirirsən, Allah-u Ekber deyirsən, səcdəyə gedirsən, səcdə Subhan Rabbil Alə dedikdən sonra istədiyin dua edirsən, sonra Allah-u Ekber deyib, qalxırsan, namaza davam edirsən. Qiyama qalxırsan, davam edirsən. Namazın kənarında, namazdan başqa vaxtda səcdə ayəsini oxuduğun zaman Allah-u Ekber deyirsən, şeyx deyir ki, səcdəyə gedirsən, Subhan Rabbil Alə deyirsən, dua edirsən, amma səcdədən qalxdıqda Allahu Ekber demirsən və yaxud da salam vermirsən. Çünki Rasulullah sallallahu aleyhi ve sellem bu şəkildə sabit olub ki, yəni o qalxdıqda təkbir gətirməyib. Amma namaz içində isə təkbir gətirməyinə dəlil gətirir ki, Rasulullah sallallahu aleyhi ve sellem namazda hər əyildikdə, hər qalxdıqda təkbir gətirərdi.